Varis, uzaqdan gələn yağış. Qaranlığı lənətləmək əvəzinə bir şam yandır. Səni bütün yaşaya bilməyəcəyim zamanlara görə sevirəm. Səni bütün sevə bilməyəcəyim qadınlara görə sevirəm. Onlar sanırdılar ki, öz sıska vücudları ilə lazım gələrsə dağları yaracaq, dənizləri qurudacaq, zaman belə durdura biləcəklər. Onlar dünya ilə savaşa girmişdilər. Ağların hamısı qara, qaraların isə hamısı ağ. Ağ ola biləcəklər və qara da ola biləcəklər isə boz. Birincilər qaraya, ikincilər ağa çalan boz. Negativ latın mənşəli sözdür. Negativus dilimizə tərcümədə mənfi mənasını verir. Bu söz özünün ilkin mənasında foto yaxud kino lövhəciyində və ya lentində obyektin tərsinə, yəni ağın qara, qaranın da ağ düşmüş şəklini ifadə edir. Sifət qara, saçlar ağ, səma qara, torpaq ağ, qısası bu cür. Amma hazırki cəmiyyətdə negativ sözü öz əzəli mənasını bir kənara qoyub, öz əksi olan pozitiv sözü ilə müsbət mənfi anlamında mübarizə aparmaqdadır. Yaxşı nə varsa hamısı pozitivdir, pis olanlar isə negativ. Fotolarla bağlı məsələlər aydındır. İlk olaraq plyonkada fotonun negativi çıxır, sonra bu negativ müxtəlif dərmanlar tökülmüş qabda yerləşdirilən foto kağızda pozitiv formaya düşür. Yəni tünd və açıq rənglərin hər biri öz yerini tutur. Foto işində negativ məhz pozitivə dönmək üçün yaranır. Pozitivin müəyyən mərhələsi kimi fəaliyyət göstərir. Əfsus ki, həyatın negativlərinin pozitivə dönmək zərurəti gözləmir. Həyatdakı negativlər vaxtsız ölmürlər. Sonadək yaşayıb öz əcəlləri ilə ölür. Hətta bəzən dünyanı tutub uzun ömürlülər, lap elə ölməzlər kimi yaşamaqda davam edirlər. Oğuzqar kəndin toz və hörümçək toru basmış yiyəsiz evindən onlar gəlinciyi götürəndə yerdən bir fotoplionka bükməsini tapmışdılar. İşığa verilmiş və yanmış plyonkada qol boyun olub bəxtəvərcəsini gülümsəyən gənc oğlanla qızın çox güman ki, həyatlarının ən xoşbəxt anlarından 4 epizod həkk olunmuşdu. Pozitivə çevrilməyə macal tapmamış, negativ olaraq qalmış 4 epizod. Rəhmətli ata-nənəsi deyərdi ki, sevgi cütləri birləşdirən bir yuvadır. Necə ki, qaranquş yuvasını dağıtmaq günahdır, eləcə də sevgiyə gənim kəsilmək olmaz. Sevənlərin ahı da qaranquşların ahı qədər güclü olur. Bu səhər nənəsi hardan gəlib fikrinə girmişdi, anlaya bilmirdi. Rəhmətli nənəsi ilə babasının sevgi yuvalarının o vaxt müharibə dağıtmışdı. Babası 1941-ci ildə evliliklərin 6-cı ayında cəbhəyə getmiş, gələcək övladını görmədən Çers uğrunda gedən döyüşlərdə həlak olmuşdu. Yazıq nənəsi ömrünün sonuna dək sevdiyinin ərmağan qoyub getdiyi bircə balasını göz bəbəyi kimi qorudu. Ərinin qara kağızını isə dünyadan keçənə dək qoynunda gəzdirdi. Sevgi yuvalarını bəzən müharibələr, təbii fəlakətlər dağıdırdı. Bu başa düşüləndir. Amma bəzən də insanlar özləri bu antimissiyanı yerinə yetirməyə girişirlər. Valideyn qardaş-bacı yaxud sadəcə bir bədxah obrazında iki sevəni bir-birindən ayırmağa müəyyəssər olurlar. Rəhilə xanım yenə sübh tezdən oyanmışdı. Otaqları tələm-tələsik qaydaya salıb, mətbəxə keçmiş, çay hazırlamış, yumurta qaynadıb, süfrə açmışdı ki, həyat yoldaşı ilə övladları oyananda səhər yeməklərini hazır görsünlər. Adəti üzrə özü bir stəkan kəmşirin çayı içib, evdən çıxmış, dərs dediyi məktəbə yollanmışdı. Evləri Bakının mərkəzində, Nəsimi rayonunda, orta məktəbdə evlərinin 10 addımlığında idi. 1987-ci ildən düz 19 il idi ki, burada ədəbiyyatdan dərs deyirdi. Gələn il pedaqoji fəaliyyətin 20 illiyini qeyd etməyə hazırlaşırdı. Direktorların ona təntənəli yubileyi vəd etmişdi. Hətta lazımi intonasiyalara qədər gedib fəxri ad təşkil edəcəyinə söz vermişdi. Əslində Rəhilə xanım hər cür dəbdəbə və təmtəraqdan uzaq birisi idi. Ailəsi və sevimli şagirdləri üçün lazımı olmaq onun üçün bəs idi. Palaza bürünüb ellə sürünməyə asla bəyənməzdi. Səndən əsriklər ad alıb kimi ibarələrlə onu öz yolunda sapındırmaq əsla mümkün deyildi. Direktor ona adına layiq yubileyi keçirməkdə təkid edəndə də öncə razılaşmamış, amma sonradan sözünün üstündə söz gəlməsini xoşlamayan bu bəstəboy yumru sifət kök kişini necə əsəbləşdirdiyini fərqinə vararaq, razılıq əlaməti olaraq susmağa üstünlük vermişdi. Hava çox isti idi. Zarafat deyil, mayın 31-idir. Yazın son günü. Sabah yay gəlir.
Əyinbaşı yüngül olsa da tərlədiyini, üzünün pörtdüyünü hiss etdi. Görəsən neçə dərəcədir? Minimum 35 dərəcə var yəqin. Özü də yola çıxırlar. 11-ciləri Şamaxı ətrafına aparasıdırlar. Onun 11A-sı, Elnur müəllimin 11B-si əzəli rəqiblər. Məktəbin qarşısında ağ rəngli Hyundai avtobusu dayanmışdı. Seçilə olması diqqətini çəkdi. Avtobusa yaxınlaşdıqca ürəyində sürücünü məzəmmətləməyə başladı. Sən bilirsən ki, yola çıxacaqsan. Niyə maşınını durmursan? Axı sabahın qurucularını gəzdirəcəksən. Onlar ətrafı təmiz və gözəl görməlidirlər. Bunun avtobusunun şüşələrinə bax. O çirkin arxasından dünyaya baxan şagird gözəlliyi necə qavrasın axı. Hazırlaşmışdı ki, ağacın altında durub siqaret çəkən qapqara eynəkli və qapqara bığlı sürücünü tənbih eləsin. Həmin şəxsin sürücü olmasının gözünün avtobusda çəkməməsi ara bir də qabaq təkər ayaqqabısının burnu ilə sürücülərə xas tərzdə döyəcləməsi səbəbindən əmin idi. Birdən axşamdan hazırladığı boğçanın evdə unutduğunu fərqinə vardı, dayandı. Boğçadakı termosda yaşıl çay vardı. Bir də 5-6 peçeniya, bir qutu spazmalgon, həbir nədənsə keçən ilki 40 illik yubileyi ona düşərli olmamışdı. O vaxtdan tez-tez başı ağrıyırdı. Nəhayət 10 ildir ki, hər dəfə buraxılış sinfim bu gün yollanacaqları ünvanı apararkən iş yoldaşı fizika müəllimi Sənubar xanımdan alıb özü ilə göründüyü qalın ümumi dəftərim. Avtobusun yaxınlığında xeyli şagird vardı. Elnur müəllim də orada idi. Murad Nurun da gəldiyini görcək, Rəhələ xanım xeyli sevindi. Murad Nur araşdırmacı jurnalistdir. Çox maraqlı bir mövzu barədə kitab yazır. Sevginin mənşəyi və xarakteri. Həm də çox sadə insan imiş. Rəhələ xanımın yollandıqları bu səfərdə onun iştirakını israrla xahiş etdiyini görüb bütün vacib işlərini təxirə salaraq budur gəlib. Elnur müəllim də, Murad Nur da gülümsəyərək Rəhələ xanımı əl elədilər. Amma salamlaşdıqdan sonra Rəhələ xanım onlara yaxınlaşmadı. Ev boğçasını götürməyə qaydası oldu. Təkəmseyrək tamaşaçısı olan zala ekranın gecə mənzərəsinin qatı qaranlığı çökdü. Ayla vahimələndi, İsmaila sığındı, pıçıldadı. Mən qorxuram. İsmail qolunu onun boynuna keçirib özünə sıxdı. Qorxma, sənin yanındayım. Ekranda suları qapqaraya çalan göl göründü. Gölün üstündəki uçub dağılmış estakadanın silüeti dar ağacını xatırladırdı. Axşamın toranlığında meşədən sarışın oğlan və qız çıxıb estakadaya dırmaşmağa başladılar. Ayla titrək səslə soruşdu. Onlar nə etmək istəyirlər? İsmail əziyyətə qatlaşan kino qəhrəmanlarını süzüb içini çəkdi. Yəqin özlərini suya atacaqlar. Oğlan yuxarı qalxdı. Qızın əlindən tutub onu da yuxarı qaldırdı. Bir müddət sakitcə durub qurbağa qurultusunu dinləməyə başladılar. Oğlan ciyər dolusu nəfəs aldı. Maria, havadan nəsə hiss etmirsən? Qız da ciyər dolusu nəfəs aldı. Hə, Steve, elə bil havadan ölüm qoxusu gəlir. Oğlanın bərəlmiş gözləri ekranı tam tutdu. Necə? Ölüm qoxusu? Elə mən də bu dəqiqə sənə deyəcəkdim ki, havadan ölüm qoxusu gəlir. Səncə ölüm qoxusu nədən ibarətdir, Maria? Maria içini çəkdi. Hər nədirsə çox ağır qoxudur. Steve təlaşla dedi. Nəm, torpaq, bataqlıq, su və çürümüş dəmirdən ibarət qoxudur bu. Ayla daha bərk sığındı İsmaila. Mən qorxuram, onlar yazıqdır. Axı niyə özlərini öldürməlidirlər? İsmail onu özünə daha bərk sıxdı. Doğrudan da uşaqsan. Həyatda heç vaxt bu cür olmur. Sevgililər bu cür ölümə heç vaxt tuş gəlmirlər. Sevgi uğrunda döyüşmək, vuruşmaq lazımdır. Belə ölüm isə sadəcə səfih ölümdür. Ayla dikəlib İsmailə baxdı. Hə? Sevgidən ötürü ölmək səfihlidir. Hər halda sevgidən ötürü ölənə əsl həyatda hələ rast gəlməmişəm. Cavabı onu qane etməsə də kifayətlənməli oldu. Qəhrəmanlar estakadanın tən ortasından qucaqlaşıb öpüşməyə başladılar. Öpüşə-öpüşə yavaş-yavaş irəliləyə estakadanın suyun altında qalmış mamır basmış səthinə doğru hərəkət edirdilər. Maria qışqırdı. Daha bərk öp məni. Qollarının arasında elə bərk sıx ki, qabırğalarım sınsın. Onsuz da onlar mənə gərək olmayacaqlar. Steve də qışqırdı. Yox, Maria, bu dünyanı öpüşə-öpüşə tərk edən sevgililər o dünyada beləcə yaşayacaqlar. Qabırğaların hələ sənə lazım olacaq. Ani şappıltı eşidildi. Səs bir anda uğultu şəklində alıb dərhal qeybə çəkildi. Gənclər qapqara sularda qərq oldular. Onların batdığı yerdən qopan su həlqələri böyüyüb gözdən itdi.
Ayla hıçqırdı. İsmail ona ürək dirək vermək üçün bilmədi nə desin. Haçandan haçana tamaşa zalının bu soyuqluğunda Aylanın titrək səsinin yüngülcə əks sədası gəldi. İsmail, söz ver ki, biz heç vaxt ayrılmayacağıq. İsmail eyni titrəyişlə ona cavab verdi. Söz verirəm mənim Aylam, biz heç vaxt ayrılmayacağıq. Hamı avtobusa doluşmuşdu. Ancaq Rəhlə xanım hara gedəcəklərini Murad, Nurdan başqa heç kəsə deməmişdi. Hamı avtobusa doluşmuşdu. Ancaq Rəhlə xanım hara gedəcəklərini Murad Nurdan başqa heç kəsə deməmişdi. Hətta Elnur müəllim də gedəcəkləri ünvandan xəbərsiz idi. Rəhlə xanım hamıya söyləmişdi ki, sizi həyatınızda silinməz iz qoyacaq yerə aparıb çox təsirli bir əhvalatla tanış edəcəyim. Təbii ki, sürücü də gedəcəkləri ünvanı bilirdi. Ona biraz öncə avtobusu yudurtmadığı üçün xeyli danlayan bu qadın 2 gün öncə elan cuşəsində götürdüyü nömrəsinə zəng vurub, avtobus sifariş verərkən ünvanı söyləyəndə, Mərəzədən Şamaxıya gedərkən torpaq yola burulub haradasa 20-25 kilometr irəliləcəyi deyəndə bəlkə təəccüblənmişdi. Axı orada şagirdləri apara biləcəyi bir yer tanımırdım. Nə bir yönlü təbiət mənzərəsi var idi, nə də bir tarixi abidə. Hamı öz yerini rahatladı. Rəhlə xanımla Elnur müəllim düz ortada yanaşı əyləşmişdilər. Murad Nur notebookunu dizinin üstünə qoyaraq arxa kürsünü pəncərənin qarşısına seçmişdi. Uşaqların səs-küyündən ağız deyəni qulaq eşitmirdi. Bəlkə hər halda mənə deyəsiz hara getdiyimizi. Elnur müəllim sualı müqabilində Rəhlə xanım başını buladı. Yox, Elnur müəllim, cığallıq etməyin. Dedim ki, deməyəcəm. Uşaqlar yerbəyerdən söz atdılar. Gətirişə gedirik. Yox, cənnət bağına. Gəlin mərz edək ki, Navrana gedirik. Özünüzü yormayın. Xıdırzində babanın pirinə gedirik. Avtobus sürət yıxmışdı. Elnur müəllim gedəcəkləri ünvanı öyrənmək üçün bu dəfə sürücünün qılığına girdi. Qardaş, axı hara gedirik? Sürücü başını buladı. Məndən heç nə soruşma, xahiş edirəm. 2 sinifdən təkcə Fikrət yox idi. Müəllimlər Fikrətin niyə gəlmədiyini soruşdular. Yerbəyerdən bilmirik, cavabları gəldi. Amma baxışların Azər tərəfə yönəldiyi də hiss olundu. Uşaqlar zarafatlaşır, deyib gülürdü. Siniflər arasında söz atma, dəyişmə mübarizəsi gedirdi. Hamı bir-birinə qarışmışdı. Amma diqqətlə baxdıqda üç cüt digərlərindən seçilirdi. Onlar sanki bütün aləmdən təcrid olunmuşdular. Sürücünün arxasında Nigarla Rəşad oturmuşdu. Rəşad titrək səslə Nigardan soruşdu. Mesajıma niyə cavab vermədin? Nigar başı aşağı dikilmiş halda cavab verdi. Mamacil yanımda idi. Otaqdan çıxaydın da, imkan olmadı. Onlardan 2 sıra arxada Aygünlə Azər oturmuşdu. Azər Aygünün qulağına pıçıldayırdı. Səni heç kəsə verməyəcəm. Ata-anana de ki, dayıoğlu söhbətini yığışdırsınlar. Sən axı müstəqil adamsan. De ki, sevdiyin var. Niyə utanırsan? Necə deyim, Azər? De, risk elə de. Axı bizim taleyimiz həll olunur. Və bir də səndən xahiş edirəm. Fikrət məsələsi təkrarlanmasın bir daha. Sağ tərəfdə, lap arxada Məryəmlə Rüfət oturmuşdu. Məryəm əlini dizinin üstünə qoymuşdu. Rüfət də əli ilə yüngülcə onun əlini sığallayırdı. Buraxılış gecəsində bilirsən neyniyəcəm? Neyniyəcəksən? Səni öpəcəm. Məryəm qıpqırmızı oldu. Cəld əlini çəkdi. Mən də qoymayacam. Qoymasan limonka partladacam. Uşaqlar maqnitofona səs vermişdilər. Bir-birlərini fanta, kola ötürür, istidə sərinləməyə çalışırdılar. Sürücü sürəti azaldanda açıq pəncərə ilə yeli zəif çəkdiyində yerbəyerdən qışqırırdılar. Mən sizinlə razı deyiləm. Elnur müəllim öz fikirlərini Rahilə xanımın qətiyyətlə bildirdi. Siz məndən yaşca böyük olsanız da, pedaqoji təcrübənin, həyat təcrübəniz mənimkindən çox az olsa da, sizinlə əsla razı deyiləm. Təhsil dəqiqliyi sevir. Siz isə təhsili büsbütün psixoloji aspektə yönəldirsiniz. Rahilə xanım sakitcə öz kolleqasını dinləyirdi. Gözləri yol çəkirdi. Avtobusun pəncərəsindən çoxmərtəbəli şəhər evləri yox olmuşdu. Neft buruqları, mazutlu gölməçələr görünürdü. Elnur müəllim Rəhlə xanımın sustuğunu görüb, öz şagirdlərini səslədi. Haydi, 11B-lər, 11B üstündür, yoxsa 11A? Onun şagirdləri xorla cavab verdilər. 11B yekdir. 11-ci A sinfin şagirdləri isə uğultu qopardılar, fit çalan da oldum. Yerdən narazı sədalar qopdu. 11A yekdir. B A-nın tozudur. Elnur müəllim bəlkə də dəstəyini almaqdan daha çox darıxmaması üçün Murad Nura səsləndi. Murad bəy,
Bəs sizsə hansı sinif üstündür? Murad Nur arxaya daradığı saçlarını sığal çəkib gülümsədim. Bunu səfərimizin sonuna kimi müəyyənləşdirib deyərəm. Keçən il Rəhilə xanımın 27 11-cisindən 21-i ali məktəbə qəbul olmuşdum. 11B-dən isə keçən il çalışdırıcısı Şəfəq müəllim idi. Elnur müəllim məktəblərinə bu dərs ilindən gəlmişdi. 30 şagirdin 22-si. Faiz hesabı ilə Rəhilə xanım üstün olmuşdu. Çox azacıq fərqlə. Onun bu ilki şagirdləri daha güclü idi. Hətta Nigarla Vasifdən 700 bal gözləyirlər. Hər tərəfli biliyə malik olan televiktorinalardan əsiri olmayan, əsl kitab qurdu Maliş də ümidverici şagird idi. Bu ilkilər dərsləri yaxşı oxuyurlar. Bilikləri yüksək səviyyədədir. Qavrayır, mənimsəyirlər. Əksəriyyəti də repetitor yanına gedir. Özü də şəhərin ən say seçmə repetitorlarının yanına. Əslində bu repetitor məsələsi Rəhilə xanımın ağrılı yeri idi. Yuxarı sinif şagirdləri hazırlığa başlayanda kütləvi dərs buraxma hallarına yol verirlər. Bütün fikirləri, zikirləri hazırlıqda repetitorlarda olur. Məktəb, elm və təhsil ocağı 2-ci dərəcəli statusunu qazanmağa doğru gedir. Avtobus yüngül xışıltı çıxararaq irəliləyirdi. Rəhilə xanımın tapşırığı ilə sürücü sürət həddini aşmadan rahat idarə edirdi avtobusu. İçərini rep musiqisinin sədaları bürüdü. Başını ülgüzlə qırxdırmış, hündür bir oğlan durub oynamağa başladı. Uşaqlar əl çalıb bravo deyib onu laf qızışdırdılar. Qızlardan biri qışqırdı. 11B-nin fəxri Tural, məktəbimizin ulduzu. Gün o gün olsun yeni ulduz yarışmasına qatılıb qəzəlbə qazanasan. Yerbəyerdən ura sədaları qalxdı. Nigar Rəşaddan soruşdu. O əhvalatları özün uydurursan, sənə hansı cavab sərf edir? Çox istedadlısan, qızların saqqızını oğurlamağı bacarırsan. Birdən başqa qızlara da belə sevgi əhvalatları uydurub danışarsan. Danışsan neyniyərsən? Ömürlük səndən küsərəm. Azər Acunu danlayırdı. Sən hansı əsrdə yaşayırsan? İndi Leyli Məcnun dövrü deyil ki, hüquqsuz halda ata-ananın köləsi olasan. Mən onların köləsi deyiləm. Sadəcə onlara hörmət edirəm. Bəs onlar niyə sənin seçimini hörmət etmirlər? Sevən qəlbə niyə zor göstərirlər? Rüfət Məryəmin əlini sıxallamakda idim. Canım, sakit bir yerə çəkilərik. Niyə? Xeyir olsun. İstəyirəm səninlə təklikdə qalım. Heç vaxt. Bu səni xarab eləyər. Hyundai irəliləyirdi. Bomboz darıxdırıcı yolla şütüyürdü. Elnur müəllimin səsi gah Rəhilə xanımın düşüncələrinin qapısı döyüb, içəri soxulur, gah da kandardan keçə bilmirdi. Sizin uşaqlara keçdiyiniz dərs lap absurddur. Elm və texnika əsrində uşaqlara kompüter, xarici dillər vacibdir. Virtual əlaqə əsas əlaqə formasıdır. Siz isə orta əsrlərə gedib, cəngavərlik romanlarını, sentimental pritçaları, məhəbbət dastanlarını uşaqların beyinlərinə yeridirsiniz. İndi 2006-cı ildir. 1906-cı il deyil. Nə sevgi? Bəyəm sevgi mövcuddur? Rəhilə xanım gözlərini pəncərədən çəkib Elnur müəllimin gözlərinə dişdi. Bəyəm mövcud deyil? Əlbəttə yox. Rəhilə xanım bu fizik müəlliminin qurudan da quru olmasını ilk tanışlıqdan sezmişdi. Hətta onun özlüyündə mühazirə konsepti adlandırmışdı. Elnur müəllim, siz savadlı, intellektual bir şəxsiniz, ziyalısınız. Ancaq inciməzsiniz deyərəm. Çox sxematik adamsınız. Belə deyim, hərdən hissiz, duyğusuz robotu xatırladırsınız. Beyin və düşüncə ürək və hisslərdən daha ağıllıdır. Xeyr, Elnur müəllim, elə bacınız Şəhla ilə bağlı əhvalatı götürək. İki ürək bir canda olan dəlicəsinə. Yenə Şəhla Həsən. Yaşda sizdən böyüyəm, sözümü kəsməyin. Bir-birini sevən iki gəncin ayırmağa çalışırsınız. Bacınızın varlı birisinə getməyinə can atırsınız. Düz edirəm, Həsən çörək qazanan deyil, o bacımı xoşbəxt edə bilməz. Siz arxayınızca xoşbəxtlik yalnız var dövlətdədir, əlbəttə. Arada hamının gülüşünə səbəb olan hadisə baş verdi. İsti olduğundan qapıları açıb içəridə sərinlik yaratmaq istəyən sürücüyə qızlar yerbəyerdən təpindilər ki, saçımız dağıldı, pirçoskamız məhv oldu. Maliş qızlara özlərini vurğunluqlarını, narsizm xəstəliyini tutulmalarını irad tutanda sürücü avtobus sürətini xeyli azaldıb arxaya qandırıldı. Ona deyin hansı qədəş idi? Qızlar dedi, nə xəstəliyini tutulub? Malikin narsizm söylədiyini eşitcək, sürücü cəld açdığı qapıları bağladı. Tövbə, mənlik deyil. 5 dəqiqə qapını açıq qoymaqla nə oldu, elə bunlar xəstələndi. Yəqin əvvəldən vaspalenləri olubmuş.
Hamı uğunub getsə də, Malik həvəslə sürücüyə qandırmağa başladı ki, qədim Yunanistanda Narkisos adlı cavan oğlan var imiş. Öz gözəlliyini seyr etmədən doymazmış. Bir dəfə o gözəl öz əksinə baxarkən suya yıxılıb boğulub, o vaxtdan da göldən bitən çiçəyə Nərgiz adı verilib. Özünə məftun olanlar isə narsizm xəstəsi adlanıb. Növbəti yaşayış məskəninə keçdilər. Uşaqlar televiziyadan izlədiklərini populyar qəfəs reality şousuna uyğun səhnəcə düzəltmişdilər. Həvəslə onu nümayişə başladılar. Qəfəs həyəcanı davam edir. Bu həftə gənclər qəfəsdə 16-cı həftələrini keçirirlər. Ay qızlar, mən odlanıram, tüstülənirəm. Bu oğlanlar hamısı egoist alçaqdır. Çay içir, stəkanları yumurlar. Əlbəttə elədir. Mən evə getmək istəyirəm. Qəfəsdən bezmişəm. Mamamı, babamı istəyirəm. Ay qaqaşlar, qızlarla bağ eləyə bilərik. Onlar bir-bir duelə çıxarıb məhv etmək lazımdır. Bunların paltarlarına, vücudlarına, kosmetikalarına, bəyəndikləri musiqiyə bir baxın. Rəhələ xanım müdaxilə edib iradını bildirəndə, İlnur müəllim də dərhal adətini xilaf çıxmayıb əks mövqe nümayiş etdirdi. Mən isə bəyənirəm, Rəhələ xanım. Yetər, pafos, özünə vurğunluq, ay biz beləyik, biz eləyiklər. Qəfəs məhz bizim bugünkü gəncliyimizi göstərir. Biz məhz oyuq. Qəfəsdəki kimi Nigar Rəşada deyirdi. Çox qısqancam Rəşad. Səni hər kəsə qısqanıram. Azər Acını deyirdi. Lazım gəlsə dayıoğlunla söhbəti özüm çürüdərəm. Rüfət Məryəmə deyirdi. Bir öpüş nədir ki, onsuz da mənim olacaqsan da. Rəhilə xanım ayağa durub musiqini dayandırdı. Hamını sakitliyə çağırdım. Avtobus salonunun yuxarı tərəfinə keçib, bir əli ilə tutacaqdan yapışaraq dayandı. Qalın, ümumi dəftərdə digər əli ilə sinəsini sıxdı. Hamının diqqətini ona yönəltməsini gözlədikdən sonra ona öncə Murad Nurdan darıxıb-darıxmadığını soruşdum. Təki səfərləri onun ürəyincə olaydı. Bu boyda nüfuzun olsun, amma adicə bir müəllimin xahişi ilə uşaqlara qoşulub bütöv bir sutkanı qurban verəsəm. Murad Nur bilirdi ki, darıxmır. Əksinə uşaqların arasında özünə çox gümrah hiss edir. Məktəb illərini xatırlayır, çox kövrəldiyini də dilə gətirdim. Və üstəlik bu səfərin yazacağı kitabı xeyli zənginləşdirəcəyinə əminliyini söylədim. Rəhilə xanım hər dəfə məhz elə bu cür gözlərini azacıq qıyıb avtobus salonunun arxa hissəsini bir nöqtəsinə dikərək danışmağa alışmışdı. Uşaqlar, mənəvi degradasiyanın baş aldığı bir vaxtda mən sizə 10 il yarım öncə baş vermiş bu hadisə barədə danışmaq, həmin hadisənin baş verdiyi yeri göstərmək istəyirəm. Bu hadisənin qəhrəmanlarından biri Ayla mənim ən sevimli şagirdim olub. Onun İsmailin sevgi əhvalatından xəbərdar olmağınızı istəyirəm. Həmin əhvalat bax, əlimdəki bu dəftərdə təfərrüatı ilə həkk olunub. Dəftər məktəbimizin müəlliminindir, Sənubər xanımın. O, Aylanın doğmacı bibisi olduğu qədər də rəfiqəsi olub. Baş verənlərin bəzilərini özü şahidlik edib, bəzilərini Ayladan, bəzilərini də soraqlaşıb tapdığı digər iştirakçılardan öyrənib. Baş qəhrəmanlar bir suala cavab axtarırdılar. Sevmək günahdırmı? Zamanı özü bu suala cavab verdi. İndi isə lütfən əhvalatı dinləyin. İçəri səssizlik çökdü. Gözlər Rəhlə xanıma dikilmişdi. Mızıldanıb etirazını bildirən Turaldan başqa bütün şagirdlər sükuta qərq olaraq onun həmin əhvalatı danışmasını gözləyirdilər. Hətta sürücü də səbirsizlənərək geriyə qanırılıb, nədirsə qeyri-adi maraq doğuran bu əhvalatın tez başlamasını istəyirdi. Nəhəng Bakı, Yeknəsək kənd həyatından sonra İsmail dərhal özünə alüd etmişdi. Səhər ertə oyanmaq, kitab, dəftər, Tarkovda bulvarda veylənmək, biraz təkəbbürlü, lovğa görünən şəhər ailəsini müşahidə eləmək, sonra yenə kitab, dəftər, bir loğma yavan çörək ilə qidalanmaq, sonra da gecəni salamlamaq və yoxlamaq. Dalbadal 4 il ali məktəbə daxil ola bilmədi. Avtoservis müəssisəsində mühərrik ustası Ağa Səlimə şəhər durdu. Bu sənətin sirlərini bələd oldu. Dönüb oldu usta, sonra könüllü cəbhəyə getdi. Horadiz uğrunda döyüşlərdə yaralandı, sağalandan sonra avtoservisdəki işini davam etdirdi. Ali məktəbə girə bilməmək onu ruhdan salsa da, 2 qat həvəslə şeir yazmağa girişdi. Müxtəlif ədəbi məclislərə gedib gəldi. Bir vaxt vidalaşdığı kəndlərində doğma rayon Tovuzda şair adlanırdı. İndi isə şəhərdə şair adlanmağı arzulayırdı. Sonraki illər artıq ali məktəb tələbəsi olmaq arzusu onu bir də narahat etmədi.
həyatda rast gəldiyi haqsızlıqlara, barıt qoxulu cəbhə günlərinə, 5 il sevişdikdən sonra onu ataraq şəhərli oğlana qoşulub qaçan qırmızı yanaq əndamlı kənd gözəli Aytəkinə dəftər-dəftər şeirlər qoşdu və sən taleyin işinə bax, avtoservisin yağlı mazotlu təmir korpusunda yazıb doldurmağa çalışdığı növbəti şeir dəftərini mürgülədiyi üçün unudub metro qatarında qoydu və bu dəftər 11-ci sinifdə oxuyan Ayla adlı qızcığazın əlinə keçdi. Həyatının ən romantik dövrünü yaşayan Ayla hər gün o dəftəri qarşısına qoyub oxudu, hətta gecələr ata-anasının gizli mətbəxə keçib küçə lampasının içəri düşən işığında şeirlərdən bəzilərini əzbərlədi də. Ayla olduqca ciddi, bir qədər də sərt, nizam-intizam və mental əxlaq qayda qanunlarının hökm sürdüyü ailədə böyüyürdü. Atası Səfər Qasımzadə polis polkovniki bölmə rəisi idi. Evin yeganə uşağı olduğu üçün Aylaya onun həssiz sevgisi vardı. Amma təbiətən rəsmi və soyuq olan Səfər Qasımzadə sutkanın çoxunu işdə keçirməsi, bəzən istirahət günlərində belə evdə olmaması səbəbindən qızı ilə arasında bir uzaqlıq yaşardı. Ünsiyyətləri yalnız təsadüfdən təsadüfə ailəvi şam süfrəsi arxasında oturduqları zaman baş tuturdu. Səfər Qasımzadə qızının dərsləri ilə maraqlanır, xırda para istəklərini yerinə yetirirdi. Bu xırda para istəklərdə adətən yeni geyim və kosmetika almaqdan, evin bütöv bir küncünü tutmuş video və audio kaset kolleksiyasını zənginləşdirməkdən ibarət olurdu. Aylanın anası Natəvan xanım evdar qadını idi. Ali təhsilli olsa da bir gün belə işləməmiş, qadının işləməyinə pis baxan həyat yoldaşının təhriki ilə qaxılıb evdə oturmuş, aman zaman bircə övladlarını neçə illər sonra böyüdüb ərsəyə gətirmişdi. Natəvan xanım qızının tərbiyəsi ilə ciddi məşğul olur, ona bacardıqca həyat dərsləri verməyə çalışırdı. Ancaq özünün gördüyü yalnız 4 divar olduğundan, dünyaya çıxışı televizordakı sosial məişət yönümlü proqramlarda, bir də Braziliya serialları ilə qapandığından bu həyat dərsləri çox monoton və sxematik alınır. Bəsit təsir bağışlayırdı. Səfər Qasımzadə ilə Natəvan xanım uzaq qohum idilər. Valideynlərinin istəyi ilə bir-birlərini görmədən, tanımadan ailə həyatı qurmuşdular. Yaşlı idilər. Hər ikisi 1950-ci il təvəllüdü idi. 1974-cü ildə bir yastığa baş qoysalar da, bütün bu illərdə aralarındakı pərdə götürülməmişdi. Səfər Qasımzadə həyat yoldaşına qarşı da çox quru idi. Rəsmi davranırdı. Ailə həyatının 5-ci ilində dünyaya gəlmiş Ayla ərlə arvadın həyatını rənc qatsa da, darıxdırıcı və sıxıntılı günzaranlarına yeni ab-hava gətirsə də, aralarındakı məsafəni qısalda bilməmişdi. Ayla ara bir ona sevgi etifa edənlər barədə anasına söz açanda ilk eşitdiyi "Qadan onların ürəklərinə rədd eli geçsinlər, nə sevgi filan" sözləri olurdu. Rəfiqələri ilə münasibətlərində dolaşıq məqamlar yarananda da anası ona doğru dürüst yol göstərə bilmir. İndiki zamanda dost nə gəzir? Heç kəsli oturub durma kimi məsləhətlə canını qurtarmağa çalışırdı. Ailənin bir üzvü də vardı, Sənubər. Səfər Qasımzadənin böyük bacısı. Qardaşından 2 yaş böyük olsa da Sənubər ailə həyatı qurmamışdı. Qiyabi təhsil almış, Kürdəmir rayonunda valideynləri ilə yaşamaqda davam etmişdi. 1986-cı ildə valideynləri dalbadal vəfat edəndən sonra Səfər Qasımzadə onu Bakıya öz mənzillərinə gətirmiş, evlərin yaxınlığındakı məktəbdə işə düzəltmişdi. Tarix müəllimi işləməyə başlayandan, şagirdlərə, kollektivə alışandan sonra eyni açılmış, sifətinin daima tutqun ifadəsi yox olmuş, Sənubərə kollektivdə ən yaxın olan Rəhlə xanım idi. Elə ilk tanışlıqdan onların bir-birlərinə quşları qonmuşdu. Hər ikisinin nakam sevgi birləşdirdi. Xüsusən Sənubərin sevgi əhvalatı çox ürək dağlayan idi. Rayonlarında Ramiz adında bir çobana ürək vermişdi. Dildən dilə düşən sevgi yaşamışdılar. Amma atası bundan xəbər tutanda Sənubəri qatlarcasına döymüş, gələn elçiləri "Mənim çobana veriləsi qızım yoxdur" deyərək qapıdan qovmuşdu. Ramiz dəli divanı olduğunu, çörək yeməyib, su içməyib, yuxu yatmayıb, ruh kimi gəzib dolaşdığını görən anası son ümid yeri kimi qarşılarında diz çöküb göz yaşı axtaraq qızın valideynlərindən uşaqları bədbəxt etməməyi təvəqqə eləmişdi. Amma istəyi gözündə qalmış, qaba söyüşə, kobud rəftara tuş gəlmişdi. Bu əhvalatın sonu çox dəhşətli olmuşdu. Ramiz Sənubərsiz mənə həyat yoxdur söyləyib, özünü yandıraraq intihar etmişdi. Ağır stres yaşayan Sənubər uzun müddət özünə gələ bilməmiş, hətta bir ara yataq xəstəsinə çevrilmişdi.
Ramizin ruhu daim onu Qaraqabarı izləmiş, təqibçisi olmuşdu. Dildən dilə düşən bu faciəvi sevgi əhvalatından sonra heç bir oğlan Sənabərin adını çəkməmiş, yazıq qız qarıyıb qalmışdı. BBC-nin onlarla bir evdə yaşamağa başlaması ailə üçün əsl toy bayrama çevrildi. Tezliklə əməllicə rəfiqə oldular, ailə hər sirrini Sənabərlə bölüşür, filmlərdəki, kitablardakı sevgilərə bənzər bir sevgi yaşamış BBC-nin acı həyatından həm üzülür, həm də bu həyatdan ibrət dərsi götürməyə çalışırdı. Hər dəfə söhbət sevgi mövzusunu çatanda BBC arzu edirdi ki, Tanrı Aylanı sevgi ilə sınağa çəkməsin. Qardaşının eynən atası kimi köhnə fikirli olması Sənabəri çox qorxudurdu. O əmin idi ki, qardaşı yeganə qızını seçim etmək istəməsinin ziddinə gedəcək, seçim hüququnu özündə saxlayacaq. Ayla həmin dönəmdə İsmailin dəftərinə sözün həqiqi mənasında bağlanmışdı. Onda dəftərin sahibinə qarşı gizli bir maraq oyanmışdı. Görəsən o nə görkəmdədir, boyu necədir, danışığı nətəhərdir, yerişi, duruşu, geyim keçimi necədir. Şeirləri oxuyur, sonra dəftərin titul vərəqini açıb əzizləyə-əzizləyə gözlə keçirirdi. Adı, atasının adı, soyadı, Rəsulov İsmail Əlifzə doğulub. Doğum tarixi 7 sentyabr 1971-ci il. Yaşadığı yer Bakının ən ucuz salxaq evlərinin ən ucuz kirayə haqqı alınan mənzillərində kirayənişin. İş yeri avtoservis, maşın təmiri müəssisəsi. Ayla düz 18 gün özündə saxlayaraq dəftərə əməlli başlı isnişəndə və İsmaillə tanışlığı ehtiyac hiss edəndən sonra nəhayət özü də gözləmədiyi halda gəlib İsmailin iş yerinə çıxdı. Ustalardan biri, "Adə, deyəsən özünü tutmusan, canlarla oturub durursan, cananlarla oturub durursan. O deyə biri gəlib, səni axtarır." Söyləyəndə İsmail əvvəl qulaqlarına inanmadı. Elə bildi onu dolayırlar. Ancaq girişdə qısa ətək geyindiyi üçün hərislikdən ona baxan usta və şəgirdlərdən utanaraq gizlənməyə yer axtaran Aylanı gördükdə bir müddət söz tapıb danışa bilmədi. Ayla ondan qətiyyətlə çıxdı. İsmail Əlifzə doğulu Rəsulov sizsiniz? Nədənsə İsmailin təkcə adını çəkmədi. Soyadını, atasının adını da sadaladı. İsmail təəccüb qarışıq maraqla. "Hə, mənəm," söylədi. "Sizin metroda unutduğunuz dəftərinizi mən tapmışam." Sözləri birini içində çəkdiyi yükdən, digərini isə itik nigarançılıqdan qurtardım. Aylanın, "Siz doğrusu şairsiz?" sualı isə aralarında çox maraqlı dialoq yaratdı. Beləcə tanış oldular. Ayla ona telefon nömrəsi verdi. Heç özü də bilmədi ki, indiyədək sinif yoldaşları olan oğlanlarda belə telefon nömrəsini gizlətdiyi halda bu cəsarət ona hardan gəldi. Düz 8 gün Aylaya zəng etməyə cürətə çatmayan İsmail nəhayət 9-cu gün zəng etdi. Özü də elə vaxtda ki, tərs kimi Səfər Qasımzadə də evdə idi. Şam yeməyinə hazırlaşırdılar. Telefon nömrəsini İsmailə verəndən sonra Aylanın qulağı həmişə səsli olardı. Hər zənci özünü yetirməyə çalışardı. Hətta ondakı bu qəribəliyi anası da sezmişdi. Nə baş verdiyini soruşmuşdu. Anasını əmin etmişdi ki, heç nə baş verməyib. Bir yalan da uydurmuşdu. Son vaxtlar telefonun zəngi başıma düşür. Mənə əsəbləşdirir. Cəld qaçıb götürürəm ki, kəsilsin. Ayla dəstəyə götürən kimi İsmailin səsini eşitdi. "Alo, Ayla gildəndir?" Tez pıçıltı ilə, "Bu vaxt adama zəng edərlər. Atam evdədir." söyləyib sonra da səsini qaldırdı ucadan. "Yox, səhv düşmüsünüz," deyərək dəstəyi yerinə qoydum. İsmailin köntöylüyünə yanılmamasına, xəttin o başındakının səsini eşitməmiş, salamsız-kəlamsız "Alo, Ayla gildəndir" söyləməsini özlüyündə xeyli güldü də. İsmail bundan sonra demək olar ki, hər gün orta ya iş yerində, ya da yaxınlıqdakı köşkdən Aylaya zəng vururdu. Axır-axırda telefon danışıqlarının müddəti saatlarla ölçülürdü. Ayla təzyiq və diabet xəstəliyindən əziyyət çəkən anasının günorta nahardan sonra bu vədələrdə 2-3 saat yatıb dincəlməsindən bacarıqla istifadə edərdi. Aylanın İsmaillə münasibəti barədə tam bilgili olan BBC bu uzun-uzadı telefon danışıqlarından sonra bir dəfə qayğılı şəkildə onu qarşısına oturdub saçlarını sığallaya-sığallaya söyləmişdi. "Quzum, sən İsmaila get-gedə daha çox bağlanırsan. Belə getsə sevəcəksən. Sevginin isə gözü kör, qulağı kardır. Elə ki suyun, çörəyin, udduğun hava belə İsmail oldu, bax onda atan xəbər tutub sənə qadağalar qoyacaq. O heç vaxt sənin evsiz, eşiksiz, təhsilsiz, pulsuz, parasız birinə qismət olmağını razılaşmaz. İnan mənəm." Ayla BBC-nin əmin etmək istəmişdi ki, İsmailə hissləri sadəcə gənc qızın gözəl şeirlər yazan bir şairlə olan heyranlıq hissləridir.
Əsla imkan verməz ki, bunlar sevgiyə çevrilsin. Hətta Ayla ən böyük arzularından biri İngiltərəni görmək olan İsmailin İngiltərə sözünü vurğunu axırıncı hecaya qoyaraq, söyləməsini lağa da qoyaraq "O kim, mən kim" ifadəsini işlətmişdi. Amma BBC içini çəkərək söyləmişdi ki, "Yox qızım, onda danışanda gözlərinin necə parıldamasından, çöhrənin necə açılmasından duyuram ki, hisslərin çox dərindir. Adi heyranlıq çərçivəsinə sığışan hisslər deyil bunlar." Gözündən bir yaş damcısı gilələnib düşüb BBC son olaraq demişdi. "Sənin üçün çox qorxuram quzum, Allah köməyin olsun." Tezliklə Ayla İsmailə qarşı hisslərinin yarandığını özü-özünə etiraf etməli oldu. Sonra görüşməyə başladılar. İlk görüşə çıxanda Ayla qorxudan titrəyirdi. Belə bir riskli işə qol qoyduğuna görə özünü danlaya-danlaya hey dörd gözlə ətrafa baxır, tanış bir iş axtarırdı. Diqqət yetirən hər kəsdən şübhələnir, onun atasına xəbərçilik edəcək potensial düşmən sanırdı. İsmaillə görüşləri anasının rəfiqəsi Rana ilə bircə gəzməyə getmələri adlı altında icazə alırdı. Azərbaycan kinoteatrının qarşısında İsmail onu gözləyirdi. Oralar qələbəlik olduğundan gəlib İsmailin böyründən düz keçir, bulvara yollanırdı. İsmail də ardınca düşür, bulvarda qoşalaşırdılar. İsmail ondan xeyli balaca olan, zəngin ailədən çıxmış işvəli nazlı ədalı Aylanı uşaq kimi əzizləyir, onun hər bir arzusunu yerinə yetirməyə çalışırdı. Ailə isə ömründə ilk dəfə gördüyü əsl şairin şeirlərindən, fəlsəfi söhbətlərindən doymaq bilmir, ona get-gedə daha çox bağlanır, ondan ayrı qala bilmirdi. "Mənə cəbhədən danış." İsmail yorulmadan cəbhə günlərindən, kəşfiyyata getmələrindən, yağış suyu içmələrindən, bir dəfə çiğ-çiğ qoyun əti yemələrindən, ermənilərin mühasirəsini yarıb necə çıxmalarından hey danışardı. "Mənə sevgilin barədə danış." "Yox, Aylam, Aytəkin keçmişdə qalıb." "Danış." Ayla dodaqlarını büzərdi. İsmail də məcburiyyət qarşısında qalıb Aytəkinlə ilk görüşləri, əhd-i peyman bağlamaları, bircə keçirdikləri günlər, qızın dönüklüyü barədə hey danışar, uğursuz sevgisinə həsr etdiyi şeirləri söyləyərdi. İsmail Aylaya sevgi etirafını tədricən etmişdi. Hər görüşdə "səni sevirəm" kəlməsinin sanki bir hərfini söyləmişdi və son hərfi söylərkən Ayladan qarşılıq istəmiş, bir günlük rüsxətdən sonra ondan hə cavabını aldıqda qanadlanıb uçmuşdu. İsmail hər dəfə deyərdi: "Sən heç vaxt Aytəkin kimi dönük olmayacaqsan, hə Aylam?" Ayla da onu bərk-bərk əmin edərdi. "Heç vaxt İsmail, mən ölənə kimi ancaq səni sevəcəyim." Get-gedə görüşlər daha da intensivləşdi, artıq Rəna ilə gəzməyə çıxmaq bəhanəsi azlıq eləyirdi. İngilis dilindən məşğulə saatları, kompüter kursları saatlarda təxirə düşməli olmuşdu. Xüsusən BBC-nin xəbərdarlığından sonra Ayla ata-anasının İsmaillə münasibətinə pis baxacağına əmin idi. Ancaq ürəyinin ən dərin guşəsində bir inam var idi. Ona elə gəlirdi ki, valideynlərinin tək sevimli balası olduğu üçün ona mütləq güzəştə gedəcəklər. Elə bu inamla da yaşayırdı. İsmail də yaşadan Ayla idi. Xüsusi bu son aylarda bütün varlığı ilə sevdiyini bağlanmışdı. Ayla onun üçün qiymətlilərin qiymətlisi idi. Bu əhvalat bütün bu illər ərzində Rəylə xanımın ürəyinin içində yer almış, beyninin bir küncündə zəbt eləmişdi. Ən müxtəlif yerlərdə, ən müxtəlif insanlara şərait uyğun, ya qısaca, ya təfərrüatı ilə danışdıqca danışar, bununla da bəzən həyatın sərt sınaqları qarşısında təcrübəsizlikdən doğan acizliyi ilə dayananlara yardımcı olmağa çalışar. Bəzən açıq-aşkar haqsızlıq edən daşürəklilərin qarşısında sipər et çəkmək istəyərdim. Məhz bu gün Murad Nurun da onlarla getməsini arzulamış, razılığını alanda həssiz dərəcədə sevinmişdi. Murad Nurun məktəblilərini ilk gəlişi 3 il əvvəl olmuşdu. Akt zalında yadda qalan bir görüş keçirmiş, Murad bəyin o vaxt yenicə çapdan çıxmış İnsani münasibətlərə baxış bucağı kitabını müzakirə etmişdilər. Hamının öz səmimiyyəti ilə cəlb edən bu şəxs bir gəlişində də öz söz düşərkən sevgi mövzusunu araşdırdığını, əl-ələ gəzəcək bir kitab yazmaq niyyətində olduğunu bildirmişdi. Murad bəyin yazacağı kitabın planını açıqlaması Rəyli xanımın sözünü həqiqi mənasında əfsuslamışdı. Bir gün çox əsəbi, dərdli idi. Onu heç nə sakitləşdirmirdi. Ailəlikcə bağda idilər. Səki daşları boyunca əkilmiş çoban yastığı çiçəyinin üzərinə qonmuş parabüzən diqqətini cəlb elədi. Tünd narıncı rəngdə idi. Biraz qırmızıya salırdı. Qara xalların konturları çox dəqiq, rəngi çox parlaq idi.
Qara qanadlarını çıxarıb bir çiçəkdən digərinə, daha irisinə, daha şirəlisinə qondu. Öncə bir çiçək ləçəyinin üstündə qərarlaşdı. Yerini rahatlamaq istədi. Müvazinətini saxlaya bilməyib qanad çaldı. Sarımtal çiçək tacını qondu. Bu vaxt hardansa yaşıl, çox iyrənc bir milçək gəlib onun ərazisini zəbt elədi. Yazıq uçub özünə başqa bir yer tapası oldu. Amma başqa bir milçəyin onu ondan da didərgin saldığını görəndə Rəylə xanım dözə bilmədi. Müdaxilə edib milçələri qovdu. Sonra da yenidən qonmaq istədikləri onları qovur, tam olaraq özünə bu işə həsr edir. Tapdığı yeni məkanın rahatlanan parabüzənə yardımcı olmaqdan israr edirdi. Rəylə xanım yuxarı sinif şagirdlərini Ayla İsmailin əhvalatından xəbərdar edəcəyi məhz bu səfərlərində məxsusi olaraq Murad Nurun da onlarla birgə olmasını bir səbəbdən istəyirdi. Əhvalatı dinlədikcə xeyli tutulmuş həmsöhbəti söz vermişdi ki, uşaqlara öz yeni kitabında maraqlı fraqmentlər danışacaq. Murad bəyin danışacaqları 11-cilər üçün çox faydalı olacaqdı. Həm onları sevginin mənşəyi, tarixi fayda və fəsadlar təsnifatı barədə müfəssəl məlumat verəcək. Həm də onlara üstəlik necə sevib sevilmək nümunəsi göstərəcəkdi. Rəhlə xanımın fikrincə insana çətinlikləri sinə gərməyi, hədəfdən sonra da yayınmamağı, aşılayan bəzi hekayələr həm də haqsızlıq etməkdə olanlara da bir haqsızlıqdan çəkinmək xəbərdarlığı idi. Bacısı Şəhlanın həyatını məhv etməkdə, iki sevən qəlbi ayırmaqda israrlı olan Elnur müəllim Murad bəyin sayəsində təzyiq edə, dayan, dur deyə biləcəyini inamı böyük idi Rəhlə xanımın. Hiss edirəm ki, çox maraqlı bir səfər olacaq. Yazacağım kitab xeyli zənginləşəcək. Amma ola da bilər ki, adi monoton sevgi əhvalatı ilə tanışlıqdan o yana adlaya bilməyəcəyi bu səfərimizdə. Düzdür, Rəhlə xanım bu əhvalatı mənə ötəri danışıb. Amma yalnız ötəri, təfərrüatsız. Uşaqlar dəhşətdirlər, od alovdurlar ki sanki, xüsusən Turalla Süsəm. Biz də mi belə idik 11-ci sinif bitirəndə? Məncə bir qədər kompleksli idi, utancaq idi, bir qədər də qapalı idi, ağır zamanlar idi. Qarabağ müharibəsi şiddətlənmişdi. Hər gün cəbhədən tabutlar gəlirdi. Gülüb danışmağa, adicə məhəllədə futbol oynamağa sanırdıq ki, haqqımız yoxdur. Sevinç hisslərini tam yadırğamışdıq. Qəribə də olsa, sevib sevilməyə belə yol vermirdik. Cəmaət nə hayda, biz nə hayda deyib hisslərimizi üzə çıxarmağa utanırdıq. Düzdür, bu kitabı yazmağına yazıram. Uğur qazanacağına, yaxşı satılacağına da əminəm. Bəs şuurlarda inqilab necə edə biləcəyəmmi? Ən azından nə isə faydam deyə biləcəkmi cəmiyyətə? Əsl sevgi yaşamış real cütlüklərin taleyini artıq yazıb qurtarmışam. 17 cütlüyün taleyidir. Onların xoşbəxt olanları da var, bədbəxt olanları da. Rəhlə xanım istəyir ki, uşaqlara bu insanların taleyindən danışım. Amma daha çox öz taleyimi danışmağımı istəyir. Bu hekayələrin bacısının xoşbəxtliyinə mane olan Elnur müəllimə də kar edəcəyinə inanır. Görək də, amma yaman tərs inatçı adama oxşayır bu Elnur müəllim. Taleyləri yazmaq nisbətən asan idi. Bu kitabın statik tərəfidir. Amma daha çətini dinamik hissəsini yazmaqdır. Daha doğrusu ən müxtəlif mənbələrdən topladığım faktları, statları, statistik göstəriciləri, eləcə də öz düşüncələrimi qruplaşdırmaqdır. Hardasa 250 min işarə varımdır. İndi nə qədər ki məqamdır, növbəti bölümü yığmağa başlayım. Fizioloqlar dəqiqləşdiriblər, bizim orqanizmdə testosteronun qrupu hormonları toplananda və beyin sevməyə icazə verəndə biz sevməyə başlayırıq. Sevgi, qanda xoşbəxtlik hormonları olan serotoninin eləcə də qorxunu yox edən fenilatinimin miqdarını artırır. Sevənlərin, məsələn, dünyəvi rahatlığı tərk edib səhraya gedən Məcnunun, Bisutun dağını yaran Fərhadın cəsur hərəkətlərinin fizioloji əsası bax budur. Gözəl, davam edək. İngiltərə sosioloqların maraqlı araşdırmalarına görə insanların ünsiyyətcil olub-olmaması onların genlərindən asılıdır. Bu cəhətdən insanlar ekstravert və introvert olmaqla iki qrupa bölünürlər. Ekstravertlər ünsiyyətdə ətraf insanları, introvertlər özlərini hədəf seçirlər. Daim başqaları ilə ünsiyyətdə olan ekstravertlər daim özünə qapanan insanlardan qaçan introvertlərdən fərqli olaraq daha çox sevir və daha çox xoşbəxt olurlar. Mən indi hansındanam? Təbii ki, təpədən dırnağa introvertirəm. İnsan bədən psixi və mənəviyyatının toplusudur. Dünyanı dərk etməyə görə o materialistə və idealistə bölünür.
Birincisi maddi olana, ikincisi ruhi, mənəvi olana dəyər verir. Təbii ki, bütün bunları bilirik, amma ona diqqət vermirik ki, praktik olan praqmatiklər hazırki dəyərlərdən məhrum dünyamızda öz hisslərinə tərbiyə verərək quru və monoton bir realist ömrü sürməkdən ilkən işıqlı, ali, yüksək hisslərə can atan idealistlər möcüzələrə inanırlar. Bu möcüzələr içində ən gözəli isə qəfil gələrək qapını döyən sevgidir. Sevgi nədən başlayır? Sənin ürəyində və şuurunda olan qarşı cinsin ən obrazını real həyatda görürsən. Özü də necə? Ümumiyyətlə, beynin 12 hissəsi sevgiyə görə cavabdehlik daşıyaraq dopamin, oksitositin, adrenalin, vazopresin və s. kimi müxtəlif hormonlar ifraz edir. Bu hormon ifrazı isə narkotik sərxoşluğuna yaxşı olan euforiya yaradır. Amma məndə beynin cəmi 12 hissəsi deyildiyi sevgiyə cavabdeh. Məndə beyin tam olaraq sevgi üçün çalışırdı. Stental yazırdı. Sevginin optikası binokl kimidir. O sevdiyin müsbət cəhətlərini böyüdər, əksinə mənfiləri isə kiçildər. Mən deməzdim ki, kiçildər. Mən deyərdim ki, ümumiyyətlə yox edər. Sevgi cütləri iki cür olur. Tərəflər bir-birlərini eyni həddə sevən, bu, bərabər hüquqlu cütlüyün sevgisi adlanır. Burada hər şey qarşılıqlı anlaşma ilə olur. Bu demokratik sevgidir. Amma münasibətlərin disbalans olan, tabi edici və tabi olan cütlülərin də sevgisi mövcuddur. Burada artıq heç bir qarşılıqlı anlaşmadan söhbət gedə bilməz. Bu, birinin digəri üzərində hədsiz hökmranlığına söykənən əsl despotik sevgidir. Əslində, hər bir insanın içində dominantlıq və tabiçilik xüsusiyyətləri var. Biz şuurlu şəkildə şəraitə uyğun olaraq bunlardan hansısa birini daha vacib saydığımızı aktivləşdiririk. Mən heç vaxt dominantlıq xüsusiyyətimi aktivləşdirə bilmədim, etiraf edirəm. Bir-biri ilə mübarizə, ailədə hökmranlıq, savaşı, bunlar antisevgidir. Sevgi, anlaşma və sülhdür. Statistik göstəricilərə görə egoist insanları sevgi xoşbəxtliyi olduqca qısa olur. Özünə sevgi başqasının tam gücünə sevməyə maneçilik törədir. Amma mən axı bilirdim ki, şans 50-50-yədir. Bununla belə birinci 50-dən 4-50 yapışıb ikincini tam olaraq fikrimdən qovmuşdum. Sevgidə çox vaxt çox vacib olan şey müdriklikdir. Müdrik olsan, səhvlərdən mütləq sığortalanacaqsan. Sevgi emosional, fiziki və intellektual bağlılıq deməkdir. Walter deyirdi ki, sevgi dərhal başa, ürəyə və bədənə hücum edir. O, bütün hissiyatların ən alisi, həzin ən pik nöqtəsidir. Amma bəzən hansısa qüvvə bizi özümüzdən alıb elə sürətlə aparır ki, başını itirmə adlı sərhədi belə yarıb keçirik. Noyabr ayı olduğunu hava tez qaralırdı. Nəsiminin abidəsinin yanına kimi gəldilər. Hər ikisi indicə baxdıqları filmin təsiri altında idi. Mühafizəkar mühitdə sevmək yasaq sayıldığından intiharı seçən sevgililərin Steve Maria'nın taleyi onları ağrıdırdı. Ağladığı üçün Aylanın gözlərini qızarmışdı. Dayanıb bir-birini süzdülər. İsmail çırtma ilə yavaşca Aylanın burnunu vurdu. Yəni, hələlik. O da burnunu çəkdi və gülümsədi. Yəni, xudafiz. Sonra Ayla qaça-qaça həyətlərinə girdi. Bir qədər yubandığı üçün həyəcanlanmışdı. Ürəyi bərk-bərk döyünürdü. Danlanmağı heç sevməzdi. Ancaq qapını açanda anası hirslənmədi. Əksinə gülər üzlə qarşıladı. Aylanın yanaqlarından öpüb dedi. Quzum, sən artıq böyük qızsan. Papan da, mən də artıq yaşlaşmışıq. Bu gün sabah 50 yaşı haqlayasıyıq. Mənim Ziba xala qızım 48 yaşında infarktın dünyasını dəyişmişdi. Dəyişmədi mi? Ya da kəndçimiz vardı, Ataş, 45 yaşında insultdan vəfat etmədi mi? Həyata inam yoxdur, nə bilmək olar, sabah necə olacaq? Sən bizim bir dənəmizsən, gözümüzü sənə dikmişik. İndidən sənin gələcəyini qurmalıyıq. Əziz dayının oğlu Raufu tanıyırsan da, universitetdə oxuyur. Özü də hüquq fakültəsində. İmkanlarına da söz ola bilməz. Əziz dayın illərdir ki, nazirlikdə qaz vurub qazan doldurur. Ayla nigarançılıqla içində anasının sözünü kəsdim. Ana, bütün bunların yeminə deyirsən olmaya, anası da ona fikrini tamamlamağa imkan vermədi. Hə qızım, istəyirik səni Raufa verək. Qız qulaqlarını inanmırmış kimi duruxub qaldı, udqundu. Ana, mən axı uşağam, sən nə danışırsan? Mən hələ məktəbi qurtarmalıyam, jurnalistikada oxumalıyam. Anası onun başını sığalladı. Quzum, sən yatmısan fil qulağında. Dünyadan xəbərin yoxdur. Heç bilirsən bu gün nə baş verib? Bir mətbəxdə bulaşıq qab-qacağı baxdı. Bu gün sənin hərini vermişik. 5-10 günə isə nişanın olacaq.
Ayla anasının dediklərinə hələ də inanmaq istəmirdi. Anasının hərdən bir zarafat etməyə var idi axı. Sən zarafat edirsən, düzdürmü ana? Nə zarafat? Heç bu boyda da zarafat olar, sual cavabından sonra o taqətsiz halda dəhlizdəki stula çökdü. Ana, Qurana and içri düz deyirsən. Quran haqqı düz deyirəm. Keç mətbəxə, bax da qapqacağa. Sonra anası evə gələn qonaqlardan, Raufgilin ailəsindən, nişan hazırlıqlarından, toyu nə vaxtda planlaşdırdıqlarından uzun-uzadı danışdı. Ayla isə dodaqlarını gəmirir, içindəki ezqırıqlara boğurdu. Düzdür, evlərində əvvəl-axır belə bir söhbət getməli idi. Bu qanuna uyğun idi. Amma niyə axı bu qədər tez? Ata-anası nə səbəbə indidən əl-ayağa düşmüşdü? Bu nə qaça-qaça idi? Məgər məktəbli qızı da ərə verərlər? Sən heç vaxt Aytəkin kimi dönük olmayacaqsan, eləmi Ayla? Heç vaxt İsmail, mən ölənə kimi ancaq səni sevəcəm. Birdən hönkürtü ilə ağlamağa başladı. Anası bunu qızının dəymə düşərləyinə yozdu. Gecə səhərə qədər balışını göz yaşları ilə islatdaydı. Ertəsi gün günorta İsmail zəng edəndə də uzun müddət astaca hızqırdı. İsmail'dan dönə-dönə verdim. Sənə nə olub Ayla? Sualını nəhayət çətinliklə də olsa cavablandıra bildim. Məni başqasına verirlər. Qurduğu xəyal dünyası uçulub dağılan və daş qalağın altında qalıb əzilən İsmail'in dəstəyini, o biri üzündəki iniltilərini bir müddət sakitcə dinləyəsi oldu. Sonra ağır-ağır dəstəyə astı. Bəzən sevinci gözləyirsən, indicə qapını döymədən içəri keçəcəyini zənn edirsən. Amma qapın döyülür və qapının kənarında kədərin dayandığını görüb tam məyus olursan. Onu qovmaq sənin ixtiyarında olmur. Ayla otağına girib 2 gün heç yerə çıxmadı, dərsə getmədi, İsmail'in zənglərinə də cavab vermədi. Anası nə qədər cəhd eləyirdisə də onun könlünü ala bilmirdi. Yeməkdən də imtina edən qızını məcburən yedirtmək istəsə də heç nə alınmırdı. Aylanın balaca otağı zövqlə bəzədilmişdi. Otağa girən kimi adamın gözünə iri güzgü və onun qarşısına düzülmüş irili xırdalı gəlinciklər sataşırdı. Gəlinciklərdən biri xüsusilə böyük və yaraşıqlı idi. Çəhrayı kombinezonlu, gömgöy gözlü, kül rəngli saçlı və büzmə dodaqlı bu gəlinciyi Aylaya Dubaydan İmran dayısı gətirmişdi. Ayla gəlinciyə o qədər öyrəşmişdi ki, hətta yatanda da onunla yatırdı. Otağın bir küncündə çarpayı, o biri küncünə rəngli Sony televizoru, Sony video magnitofonu və Ayva musiqi mərkəzi qoyulmuşdu. Şüşə rəfdə video və audio kasetlər düzülmüşdü. Orada yazı masası qərar tutmuşdu. Yazı masasının üstündə kitab dəftər qalaqlanmışdı. Az qala hər gün otağına göz gəzdirib xırda dəyişikliklər edərək əşyaların düzülüşündən zövq alan Ayla üçün indi otağı böyük bir boşluğa çevrilmişdi. Üzü qoylu uzanar, qulaqlarında isə İsmail'in sözləri əskik olmazdı. Sən heç vaxt mənə kömək, dönüş olmayacaqsan, hə Ayla? Gözlərini yumurdu və nədənsə gözlərinin qarşısında 2 gün əvvəl İsmail'la baxdığı filmin fragmentləri çəkilmirdi. Suları qapqaraya çalan göl, gölün üstündəki uçub dağılmış estakadanın dar ağacını xatırladan silüeti, axşamın toranlığında meşədən sarışın oğlanla qızın çıxıb estakadayadan dırmaşmağa başlaması, oğlanın yuxarı qalxması, qızın əlindən tutub onu da qaldırması, sonra aşağı suya atılmaları, ani şapıltı səsi, gənclərin qapqara sularda qərq olması, onlar batan yerdən qopan su həlqələrin böyüyüb gözdən itməsi, bu film onu çox incitmişdi. Qapqara fikir yükü ilə həmlə edib onun düşüncələrini, hisslərini rahatsız etmişdim. Bu 2 gündə Ayla nə qədər ağlamışdısa, ona elə gəlirdi ki, gözündə daha yaş qalmayıb. Otaqda təklikdə yenə dərdləri ilə baş-başa qalır, bir dərd dözə bilirdi. Ancaq anasının hər gəlişi xüsusilə onun gələcək kürəkəni barədə müalicələrini dinləmək olduqca dözülməz idi. İndi Ayla üçün Rauf dünyadakı insanın ən pisi, ən dözülməz idi. Bir təhər yol tapıb vəziyyətdən çıxmaq lazım idi. Qərara gəldi ki, balaca olması, oxumaq istəyi, Raufu bəyənməməsi və digər bahanələrdən heç nə çıxmadığı üçün əsl həqiqəti açıb anasına danışsın. Növbəti dəfə telefon zəngi çaldı. Anası telefonu götürüb xəttin o biri başında susan adama 5 mərtəbəli söyüşlər yağdırandan sonra əlində bir qab buğlanan kələm dolması Aylanın otağına girdi. Quzum, sənə bir kələm dolması bişirmişəm ki, gəl görəsən. Hələ biləsin yeməmsən. Mal ətinə quyruq vurmuşam. Geyməyə noxud da qatmışam. Üstündə də sənə yuppi verəcəyim içməyəm. Şəxsən düşüb dükandan da almışam. Sən axı xoşlayırsan, özü də vişnəlisidir. Dur, səni yedirdim.
Ayla üzünü qəzəblə yana çevirdi. Anası çarpayıda onunla yanaşı əyləşdi, içini çəkdi. Sən nə tərs qızı imişsən, heç səni belə bilməzdim. Atan gələndə hamısını danışacağım, qoy biraz acıqlansın sənə. Ayla anasına tərəf çevrilib onu diqqətlə süzməyə başladı. Həqiqəti necə desin, nədən başlasın, necə etsin ki, qaş düzəldən yerdə vurub gözdə çıxartmasın. Anası qızının qızarıb şişmiş gözlərini diqqət edib kövrəldi. Quzum, niyə özünü bu şükə salmısan? Onsuz da gec-tez ərə getməlisən. 5 gün əvvəl, 5 gün sonra. Axı yaşlaşırıq, başa düşürsən, axı yazıq atan da, mən də nəvə görmək istəyirik. Özü də toyunu hələ eləmirik ki, nişanlayırıq. Vəssalam, dur çörəyini ye, tök ətəyindən budaşı. Ayla baxışlarını qaçırıb gözünü tavana zillədi. Hansı sözlər, cümlələr ona daha çox kömək edə bilərdim. Anası ilə danışmaqda idi. Əziz dayıncil yaxşı ailədir. Rafə Ərəblinkada bir ev tikiriblər ki, azı 100 min dollar qiyməti var. Əsl bizə uyğun ailədir. Atanın obyektlərinə çox köməkliyi dəyir. Əziz dayının sistemdə də atana arxadır. Sona ilə də mənimki tutur. İllərin rəfiqələriyik. Sən bizim gözümüzün ağa qarası bir dənəmizsən. Biz istəmərik ki, gedib itə qurda rast gələsən. Niyə bəyənmirsən axı Rafu? Boy, buxun, yaraşıq, səviyyə, onda yaxşısını tapacaqsan. Nəhayət, Ayla məqamın yetişdiyi zənn edib dilləndi. Hə, tapacam. Dərhal da düzəliş etdi. Daha doğrusu, tapmışam. Anasının gözləri dörd oldu. Əl-ayağı əsməyə başladı. Boşqa bir yerə düşdü. Çilikləndi. Dolmalar paketin üstünə dağıldı. Nə? Tapmısan? Sən nə danışırsan? Harda macal elədin oğlan tapmağa? Ayla döşəmədə buğlanan dolmaları tamaşa edirdi. Metroda unutulan dəftərindən tutmuş İsmaillə 2 gün əvvəlki son görüşlərinə qədər olanları heyrət içində olan anasını ətraflı şəkildə danışdı. Anasının ahları, ofları bir-birinə qarışdı. Haçandan asana Ayla danışıb qurtardı. Anası da sinəsini ovuşdura-ovuşdura konkret etini deməyib, nahara gələrkən bütün bunları atıb kişiyə söyləyəcəyini bildirdi. Ayla ürəyi şiddətlə döyünə-döyünə atasının gəlməni gözləməyə başladı. Ya atası hisslərinə hörmətlə yanaşıb xeyir-dua verəcək, onu dünya ən xoşbəxt adamına çevirəcəkdi, ya da fikrindən dönməyəcək, onu bədbəxt edəcəkdi. 3 gün əvvəl Aylanın məni başqasına verirlər sözləri ilə az qala dəli olmaq həddinə çatan İsmail heç cür özünü ələ ala bilmirdi. Sonrakı günlərdə qız ilə əlaqə yaratmaq cəhdləri də baş tutmamışdı. Telefonu yalnız Aylanın anası götürürdü, onların evlərinin başına dolanmaq isə heç bir fayda vermirdi. Qız nə eyvana çıxır, nə də pəncərədə görünürdü. İsmail məktəbə də getmişdi. Rənadan öyrənmişdi ki, Ayla heç dərsə də gəlmir. İstəyirdi heç olmasa işlə başını qaçsın. Bu səhər hay-hay gedib vay-vaya qalmış Moskvich markalı maşının mühərrikini sökmüşdü. 13 yaşlı şəhərdə ona qoşulub, onu ver, bunu ver komandalarını əməl edirdi. Ara bir də deyinirdi. Nə gündədir Allah bu maşın? Bunun kalçaları, vıqladışları pis gündədir ki, Allah. Bunun valına bir bax. İsmail əlindəki açarları, boltları açırdı, ancaq fikri Aylada idi. Deməli belə Aylanın onun əlində alırlar. Bəs sevdiyi niyə onlara razılıq verir? Məni ölənə kimi səni sevəcəyim. Beləmi? Beləmi sevəcəksən? İsmail dəli kimi idi. Bilmirdi neyləsin, necə təsəlli tapsın. Bir vaxtlar iş məhəbbəti olmuş Aytəkini itirəndə heç ağlına belə gətirə bilməzdi ki, haçansa yenidən sevəcək və bu sevgi də ona bax bu cür dəli edəcək. Allah, bunun motorxanası bizim məhəllədəki göyərçin yuvasına oxşayır. Şəhərdə Moskviçi lağa qoymaqdan yorulmurdu ki, yorulmurdu. İsmail boynunu uzadıb, sexin divarına vurulmuş girdən əqrəbləri güclə seçilən saata baxdım. Saat 6-ya 10 dəqiqə qalırdı. Baxışlarını saatdan çəkəndə qapıdan içəri girən atletik cüssəli 4 hündür boylu oğlanı gördü. Oğlanlar ustaların birində nəsə soruşdular, usta da əli ilə İsmaili göstərdi. Onlar bu səmtə gələndə İsmail içində nəyinsə qırıldığını hiss etdi. Oğlanların bu gəlişi çox xoşa gəlməz bir gəlişə oxşayırdı. Laq qabaqdakı oğlan gözlərini qıyaraq, İsmail sənsən? Soruşdu. Mühərrikin böyründə çöməlib oturmuş İsmail əllərini, yağını, mazutunu əski ilə silə-silə hə dedi. Sonra asta-asta qalxmağa cəhd etdi. Elə bu vaxt həmin oğlan təpili İsmailin sinəsinə vurdu. O da müvazinətini saxlaya bilməyib arxası üstə yıxıldı. Səs-küy görən işçilər yanlarına qaçdılar. Usta ağa Səlim, neyinirsiniz? Söyləyib İsmail'i vuran oğlandan soruşdu. Bu vaxt oğlanlardan biri tapanca çıxarıb qışqırdı. Geri çəkilin, it kimi gəbərdərəm hamınızı. Tapancanın xofundan hamı quruyub qaldı. Ani sükut çöktüyündən şəhidin əsl tapancadır, mızıltısı olduqca gür səsləndi.
Digər 3 nəfər isə İsmaili ən ağır söyüşlərlə söyə-söyə vəhşicəsinə təpikləməyə başladı. İsmail, axı nə olub? Neynəmişəm mən? Günahım nədir axı? Bəlkə məni kiminləsə səhv salırsınız? Kimi sualları inilti ilə səsləndirərək ağrıdan qıvrıla-qıvrıla özünü Moskviçin altına saldı. Heç kimin gözləmədiyi halda oğlanlar Moskviçi itələyib aşırdılar. İsmail təpikləməyə də davam edirdilər. Avtoservisin işçilər sakitcə durub baxır, vəhşi qırxı başları öz aralarında söyür, polis çağırmağın lazım olub-olmadığını yavaşca müzakirə edirdilər. Usta Ağa Səlim lap həyəcanlı idi. İsmailə kömək edə bilməməsinin ağrısını çəkirdi. Gələnlər haçandan haçana yorulub İsmaildən əl çəkdilər. Gedərkən onlardan biri yerdə hərəkətsiz qalmış, qurbanların saçından yapışaraq başına qaldırıb. Bir də o qızın adını çəksən, ananı bacını gətirib quruqa buraxacaq, söylədi. Lomba ilə üzünü tüpürdü, dedi. Tüpürdü də. Oğlanlar gedən kimi işçilər İsmailə yaxınlaşdılar. Təcili yardım çağırmaqdan çəkinərək ona başqa cür necə kömək edəcəklərini götür-qoy etdilər. Usta Ağa Səlim quldur köpək uşağını söyə-söyə fağır İsmailin hansısa qız söhbətinə rəvac verməsini ağlına belə gətirə bilmədiyini təkrarlaya onu yerindən qaldırmağa cəhd elədi. Yanı üstə aşmışdı Moskviçə baxıb, bu ucu metallumluqdur, söyləyən şəhərdə isə reaksiya verən olmadı. İsmail hərəkətsiz idi, ağzından qan gəlirdi.